Salamlar. Bu Show Deyilin yeni bölümünə xoş gəlmisiniz. Mən Mehri Əzizova. Mən Rəna Yüzbaşova. Gördüyünüz kimi bu dəfə studiyamızda qonağımız yoxdur. Biz istədik ki, izləyicilərlə birə-bir əlaqə yarada biləcəyimiz bir bölüm olsun. Ona görə bu bölümdə qarşınızda mən və Mehri olacağıq. İkimiz olacağıq. Bəli. Və pis rəylərə, bizə olulan şərhlərə cavab vermək istəyirik bu günləri. Yəni bu günləri biz nələrdən danışacağıq? Bu gün biz tənqidlərə cavab verəcəyik. Və bölümə başlamamışdan öncə sponsorumuz Elay Aksarusdan bəhs etmək istəyirəm. Elay Aksarusdakı bütün məhsullar paslanmaz poladdır və çoxlu çeşidli aksarlar var. Bir-birindən gözəl, maraqlı, fərqli aksarlar münasib qiymətə əldə edə bilərsiniz. Əgər sifariş etmək istəsəz, bütün ünvanlara çatdırılma var. Əlaqə saxlamaq üçün 055 677 26 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sponsorumuz Elay Aksarus'a dərin təşəkkürümüzü bildiririk. Biz tənqidləri oxumamışdan öncə siz də kanalımıza abunə olub və videolarımızı bəyənib dostlarınıza atmağı unutmayın. Aha. Başlayaq. Bəli. Biri yazıb ki, biabırçılıqdır verilişlər. Bizə deyiblər. Biabırçılıqdır. Yəni biabırçılıq nə də görürsünüz özdə ki, çox maraqlı biabırçılıqdır yazıblar. Yəni cümlələri və sözləri düzgün ifadə eləyin. Yəni sonra qayıdıb nəsə hansısa bir söz fikir bildirin də. Biri də yazıb ki, qıtlıqdır, nə olub tapmadınız, müsahibə qonaq, müsahibə qonaqı. Yəni sözləri mən burada hələ sərgiyə salıram. Yəni özlərini düzgün ifadə etməyi bacarmırlar, amma mənasız deyə bilmirəm heç nə. Yəni desəm, bilmirəm nə ilə ifadə edim ki, sizə ürək sözlərimi. Dəhşət. Qıtlıqdır dərkən biz burada keyfiyyətli, maraqlı və səviyyəli insanlara dəvət edirik. Bəyənən zaten bizi bəyənir və dəstəkləyir. Bəyənməyənlər də ki, izləməyə bilər. Emin bəy bizə rəy bildirib. Bunlar kimdir ki, belə hər şeydən danışırlar? Psixoloqlar özdə. Hər yerindən duran veriliş açır ki. Buradan dəyərli və əziz izləyicimiz Əmin bəy bildirmək istəyirəm ki, çox maraqlıdır ki, bu bəy bizi bəyənmir, əlavə olaraq da hər bölümümüzü diqqətlə izləyir. İlk başdan biri var ki, sonradan, biri var ki, ilk bölümümüzdən ancaq elə pis mənfi rəylər yazır, ancaq mənfi rəylər. Yəni yaxşı da olsa pis yazacaq. Yəni düzdür. Niyə yazırsan da, yəni? Niyə yazırsan? Amma maraqlısı odur ki, məsələn, bir insan digər insan bəyənmirsə, izləmir və yaxud mənfi rəy bildirir, artıq uzaqlaşır. Çox maraqlıdır ki, mən düşünürəm ki, Emin bəy, buradan sizə səslənirəm. Məncə siz bizi bəyənirsiniz, sadəcə özünüzü etiraf etmək istəmirsiniz. Hər bölümümüzü diqqətlə izləyirsiniz, sadəcə özünüz bunları bacarmırsınız deyə deyirsiniz ki, bir mənfi rəy yazım, onların keyfini görüm. Əmin olun ki, siz bizə pis rəy yazmaqla əlimizə heç nə keçmir, daha da motivasiyamız artır və daha da yeni ideyalarına qarşı oluruq. Ona görə bizi izləməyə davam edin, Emin bəy. Amma yaxşı rəy yazın da. Pis rəy yazmaqla yenə də gəlib sizi burada. Siz bizə deyəcəksiniz, biz də sizə deyəcəyik. Hər yerindən duran veriliş açır ki, dərkən digər insanlar haqqında heç nə deyə bilmərəm, amma biz burada çox səviyyəli və gözəl bir iş görürük. Zaten daha öncə vurğuladığım kimi bizi zaten anlayan, bəyənən bizi izləyir. Bəyənməyən də ki, baxmır. Baxmayın, bəyənmirsiniz. Biri də yazıb ki, indi də bunlar çıxdı. İndi də bunlar çıxdı. Bəli, biz əski idik. Biz lazım idi. Sosial media platformasında bizim kimi insanlar lazım idi. Gözəl, savadlı, mədəni insanlar, yəni ki biz həmişə real danışaq, hansı aparıcı? Mən şəxsən öz adıma deyirəm ki, mən normal bir aparıcılara görə heç bir sözüm yoxdur ya. Yəni bu tamamilə başqa bir şeydir. Amma bəzilərinin çıxmaq şərti ilə hansı aparıcı və insanlar məsəl üçün belə sərgəli formada və özlərini çox nadir hallar, azdır sırf reytinq uğruna ki, hansısa bir reytinq qaldıraq ki, ay onu çağıraq, ay bunu çağıraq ki, hə, filan sözlə vuraq, filan hərəkəti ilə partladaq. Yəni belə bir şey eləməmişik. Yəni azdan çoxdan bizim izləyicilərimiz bizi baxıb görürlər ki, biz belə bir şey eləmirik. Özün də məncə mənim fikrimlə razılaşarsan ki, sırf qalmaqalla, sırf söz-söhbətlə qabağa gedən sənətkarları dəvət etsə, yenə də narazı olacaqlar ki, siz bu insanları niyə dəvət edirsiniz? Mədəni normal insanlara dəvət edirik, narazılıq bildirirsiniz. Bəyənmədiyimizi dəvət etsə, onun narazılıq bildirəcəksiniz. Bəyənmirsinizsə, izləməyin. Amma real danışaq, real bir söz deyim sizə. Biz neynəsək də, sizin düşüncəniz yenə dardır. Bəli. Biz yaxşı şey deyiləsək yenə dar olacaq, pis bir şey deyiləsək yenə dar olacaq. Yəni, o sizin düşüncənizin darlığındandır. Biraz geniş düşünün. Ən azından biraz
geniş baxın, rahat baxın, yaxşı baxın ki, hə, görürsüz belə bir şey, yaxşı bir şey çıxardıblar ortaya, ərsiyəyə gətiriblər də. Yəni zaten o məsəl üçün burada Emin bəy var da. Emin bəy bütün bizim yaxşısına da sağ olsun bizi reklam edir hər dəfə. Reklam edir. Yaxşısına da, nə bilim, zaten bizim pis bir verilişimiz yoxdur, tamamilə başqa bir şeydir. Amma biri var daha yaxşı, biri var daha yaxşı. Hamısına pis bildirib. Yəni niyə də? Həmin Emin bəy başa düşürəm. Bəlkə də siz də belə bir veriliş yaratmaq istəyirsiniz. Bəlkə də siz bir peşənin sahibi olmaq istəyirsiniz. Bacara bilmirsinizsə o bizim günahımız deyil. Bəli. Ya bir şeyin ucundan tutun, nə dəsə başlayın, bir iş görün, ya da bacara bilmirsinizsə sadəcə mənasız fikirlərinizi bildirməyin. Bəli, sakit. Bu verilişdə 3 aparıcı. Deyəsən qonaq tapmırsınız, əvəzinizdə 3 aparıcı qoyursunuz. İnsanlar bunların niyə dinləsinlər axı? Hansı sahə üzrə uğurları var? Psixoloqdularmı, ya həkimdirlərmi? Mən sizə bəs hamı bloger olduğu kimi indi də hamı sosial platformada veriliş başladır. Gənclər belə düşüncələrdə yoldan çıxardır. Vay, 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 vay. Nə pis insanlarıq biz. Biz izləməyin. İlk öncə vurulmaq istəyirəm ki, 3 aparıcıq artıq 2 aparıcıyıq. Dincəlin. Dincəlin, rahat deyin. İkincisi də ki, qonaq nə yazmısınız? Hansı sahə üzrə, yəni belə deyim də bizim hər birimiz ali təhsilli insanlarıq ilk növbədə. İkincisi də ki, verilişə kimi istəyir dəvət eləyərik. Bu artıq bizim işimiz. Veriliş bizim, layihə bizim, özünüz bilək. Bəyənirsiniz, bəyənin, dəstəkləyin. Bəyənmirsiniz, izləməyin. Xahiş edirəm. Mənfi fikirlərinizi özünüzə saxlayın. Bəli. Biri də yazıb ki, belə anons olur, ancaq gülürlər. Neyniyim, ağlayım? Xahiş edirəm, safetikaları gətirin, mən ağlamaq istəyirəm. Ağlayırıq, deyirik ki, bu nə verilişdir, ancaq ağlayırlar, ancaq mənfidən danışırlar. Gülürük, deyirsiniz ki, gülürlər. Yaxşı, bir dənə saxlayın bunu. Xahiş edirəm, ağlayaq, 5 saniyə ağlamaq, anlaşılmaz. Yaxşı, gəlin belə eləyək. Başqa bir nəsə görmək istəyirsə, şəxsən direktə yazın, şəxsən mən özüm oxuyacağam. Görüm sizin yəni istəyiniz nədir? Dərdiniz nədir? Dərdiniz, sərviniz nədir? Bir deyin biz də. Siz də rahatlayın, biz də bilək ki, görək sizin dərdiniz, sərviniz nədir də. Həqiqətən. Aha. Keçək digərə bir dəqiqəyə. Tüfürüm sizin bura çıxaranın üzünə. İnsanlara ayrılığı, boşanmanı tövsiyə edirsiniz. Hansı kanaldır sizi veriliş çəkən? Sizin başınız kimdir vəbşi? Çox gözəl bir rəy bildirib izləyici. Təşəkkür edirəm. Yəni bu nalayiq ifadələrlə fikir bildirmək ilk öncə hər kəs öz mədəniyyətini, öz tərbiyəsini göstərir. İkincisi də ki, kanal yox, yəni belə deyim, YouTube və Spotify-da bizim veriliş yayımlanır, həmçindəki sosial şəbəkələrdə. Bizim başçımız yoxdur. Bizim layihə rəhbərimiz, prodüserim Fəqan bəy Dadaşov var. Belə maraqlıdırsa, sosial mediamızdan ətraflı məlumat əldə edə bilərsiniz. Amma mənfi fikir bildirməklə əlinizdən nə keçir? Yəni bəyənmirsinizsə izləməyin. Biz burada biz sizə məcburləmirik. Nalayiq ifadələr istifadə etmirik. Kiminsə təhqir eləmirik, açıq-saçıq geyinmirik. Yəni düşünürəm ki, hər şey əladır. Əvvəlində də sözü kəsən başda. Deyir sizə ki, boşanmağa. Biz burada kimisə boşanmağı və ya birinci bölümün rəyini səhv etmirəmsə. Birinci ola bilər. Siz deyirsiniz ki, boşanmaq. Bizim heç kimlə problemimiz yoxdur. Və sizin ailəvinizdə hansısa bir problem varsa, o sizin şəxsi işinizdir. Siz orada özünüzü görmüsünüzsə, orada hansısa bir bizim dediyimiz cümlədə, hansısa bir kəlmədə özlərini görmüsünüzsə, o sizin mənfiliyinizdir. Biz niyə edə bilərik ki, sizin üçün? Gəlin belə eləyək də, biz bir hal-hazırda burada şan şöhrətdən danışmırıq, hansısa ailələrindən danışmırıq. Hərənin öz seçimi var, öz istədiyi yerlər var. Düzdür. Belə deyim də, deyirsiniz ki, hə, ona qalsa belə, gəlin belə danışaq da. Bugünkü gündə mən heç kimə şamil eləmirəm, ümumiləşdirib danışıram. Çox sosial şəbəkələrdə hamısında görürsünüz ki, blogerlər və influencerlar çoxsu şan şöhrətli ailələrdən hamısı və olmadı həyatını olmadı hər şey ideallığını paylaşırlar, hər şey wow dərəcəsində paylaşırlar və ona qalsa bugünkü gündə çox ailələrin boşanmağının səbəbi odur. Ona heç nə demirsiniz, gəlib məsəl üçün biz burada hansısa bir cümləni istifadə edirik, ona qayıdıb deyirsiniz ki, hə siz ailə boşandırırsınız və ya hansısa bir şey edirsiniz. O həmin şəxs çox güman ki, bizim anonsu izləyib və ümumiyyətlə bölümü izləməyib. Belə başa düşdüm ki, yəni belə bir fikrə gəlib. Biz ümumiyyətlə heç vaxt deməmişik ki, qadınlar həmişə haqlıdır, kişilər pisdir, feministlik ümumiyyətlə təbliğ etmirik. Mən həmin zaman demişəm və deyəcəm də, vəfasız qadınlar, vəfasız kişilər var. Yəni hər kəsin özünün səhvləri var.
istəyən səhvini düzəldir, istəməyən də ki, yoluna davam edir. Amma biz bura deməmişik ki, hamı qadınlar yaxşıdır, kişilər pisdir. Yəni ilk öncə diqqətlə birinci bölümü izləyin, sonra fikir bildirin. Sonra bildirsinlər ki, nə var, nə yox da. Qızlar, gözəl verilişdir, amma sıxıcısınız. Rahat olun. Verilişə tam hazırlaşın. Arzu xanım, fikrinizi nəzərə alırıq. Sıxıcısınız dərkən biz nə edirik? Biz burada olduğumuz kimi rahatıq. Yəni eləməli, burada çay içməli, yemək yeməli, ya da mən deməliyəm, bir dənə çay gətirin bura, çay içə nə etməliyəm, mən başa düşə bilmirəm. Adətən yəqin ki, əgər siz televiziyadakı verilişlər və yaxud YouTube kanalında verilişləri izləyirsinizsə, belə normal söhbətlər belə gedir. Amma əgər veriliş adında başqa işlər görən insanlar nəzərdə tutursa, biz zəhmət olmasa onlarla qarışdırmayın. Arzu xanım da bir dənə rəy bildirib ki, adımı düzgün vurğulamamısınız. Burada sizdən çox incidim. Nehri nə deməkdir? Birinci adımı düzgün yaz, sonra gəlməyə burada nəsə dinlə. Yazıb ki, Nehri çox oğlar çoxdur, çox çıxızısan, sığıcısan və rahat ol, robot oxşayırsan. Neynəməliyəm? Gülüb danışmalıyam-mı, yoxsa əl qol, yəni neynirəm ki mən burada? Yəni siz deyəsən, hə, çox şit, nə bilmək, çox belə, necə deyim, düşük insanlara çox üstünlük verirsiniz bəlkə də, yəni ki, belə necə deyim, düşük deməyim də, necə deyim, dəxilsiz mövzuları müzakirə edən və yaxud dəxilsiz mövzuları, hə, həqiqətən də etik hərəkətlərdən kənar davranışlar edən insanları yəqin ki, nəzərdə tutur. Çünki televiziyada, canlı yayımda nə dərəcə rahat ol, yəni zaten rahatlıq öz yerində. Yəni mənə çox maraqlıdır, həqiqətən də nə etməliyəm? Yəni mən burada sırf özümü necə rahat hiss edirəmsə eləyəm. Mən şəxsən həyatda da belə ağır formada davranıram, burada da ağır formada davranıram. Neynəməliyəm, sizin üçün bütün gün gülüb danışmalıyam ki, elə gülüb danışmalıyam mən. Gözləyirsiniz ki. Onda da gülüb danışdım, deyəcəksiniz, ay Allah, bu qız nə şitdi, bu nə qədər gülür verir. Zaten deyiblər də bizə, ancaq gülürlər. Yox, şəxsi adıma məsəl üçün. Bir var, ikimizin adına desinlər. Bir də var ki, məsəl üçün qayıdıb deyirlər ki, hə, sırf şəxs adına deyirlər ki, hə, Mehri çox gülüb danışır. Bu arada xahiş edirəm, adımı düzəldim. Nehri yox, Mehri. Həqiqətən çox gülmədilər. Təəssüf ki, bəzi izləyiciyə yaranmaq qeyri-mümkündür. Bəli. Aha, keçək digər rəyə oxuyum. Aha, yenə Emin bəy öz gözəl fikrini bizə bildirib. Kim deyə bu fəqan? İndi də Kəmalə Günəşini gətirib. Məncə bu verilişin arxasında böyük bir adam var. Bir də görərsiniz ki, televiziyada da bunlar. Emin bəy, ilk öncə belə bizi yüksəlir gördüyünüz üçün nə xoş bizə. Həqiqətən də yəni bizi oralarda görürsünüzsə, demək ki, biz böyük bir uğur əldə etmişik. Allah ağzınızdan eşitsin ilk növbədə. İkincisi, amin. Arxamızda böyük adam yoxdur. Dediyimiz kimi prodüserimiz var, layihə rəhbərimiz var. Qalan hər şeyi özümüz edirik. Yəni sizə belə maraqlıdırsa. Amma yenə dediyim kimi, mən daha öncə də vurğuladım. Emin bəy bizi bəyənir ona görə. Bəyənir, amma etiraf etmək istəmir. Bölümün altına şərh yazır. İnşallah o gün onu televiziyada çıxış edirsiniz, siz televiziyadan bizi izləyəsiniz. Allah sizin ürəyinizdən, ağzınızdan eşitsin. Hər şey qismət. İnşallah, inşallah. Biz istəyərik, niyə də olmasın. Təbii ki. Çox gözəl olar. Niyə istəmirik ki? Hə, biri də yazıb ki, verilişə bunları çağırınca qaziləri, igid oğlanları çağırın. Mən belə deyim də sizə, rəhmətə gedən şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Amin. Və sağ olsunlar ki, biz onların sayəsində hal-hazırda belə rahat yaşayırıq. Bu danılmaz bir şeydir. Amma belə deyim də sizə, siz hal-hazırda deyirsiniz ki, onları çağırın. Biz onları çağırıb, mən ona nə sual verəcəm? Yəni, zaten onlar bu qədər əziyyət çəkiblər, yaralıdılar, bu qədər əziyyət çəkiblər də. Yəni, bunların çağırmaq məqsədim nədir? Və çağırsaq belə, dəvət etsək belə, izləyici deyəcək ki, sırf reklam üzərində şəhid ailələrini dəvət edirlər ki, ondan müsahibə götürsünlər. Reyting qaldırmağın müsahibə götürmək, yəni biz gedərik ailəsinə kömək eləyərik, hər hansı nə lazımdırsa gedib dəstək olaraq, həm maddi, həm mənəvi. Verilişə dəvət etməklə əlimizə nə keçir və yaxud da ki, həmin insan yəni yaralarını toxunacağıq belə pis çıxmasın. Təzədən eyni prosesləri biz ona danışdıracağıq. Təzədən onun həqiqətində hər şey yadına düşəcək, yaşadıkları. Mən öz ətrafımdakilərdən götürürəm. Məsəl üçün mənim yanımda danışanlar olub ki, yanlarında neçəsinin dostları rəhmətə gedənlər var. Gözümün qabağında, yəni o qədər travmalar var və onları mən, bax, inan Allaha biz onu çağırsaq var ha, qayıdıb deyəcəklər ki, hə, siz onları çağırırsınız, siz onlara reyting yığırsınız, inan Allaha bunu deyəcəksiniz.
Yəni ciddi bilirəm ki, deyəcəklər. Qayıdıb deyəcəklər ki, onlarla başlayacaqlar qınamağa gedirlər. Onlara görə çağırıblar ki, reytinq yıxsınlar, onların yaralarını təzədən açırlar. İnanın biz bunu desək, siz də qayıdıb deyəcəksiniz ki, siz onlardan istifadə edirsiniz. Təbii ki də biz əsla belə bir şey eləmərik. Yenə də deyirəm, yəni Rənanın bildirdiyi kimi, yenə də nəsə lazım olsa həqiqətən də, yəni çox istəyərik ki, əlimizdən nə gəlir istəyərik. Maddi mənəvi yenə deyirəm, hər şeyi köməklik eləmək istəyərik. Amma vallahi ki, çağırmağa qalsa da çağırmadan yenə deyirəm, çağırsaq indi bir qınayırlar, onda 5 qınayacaqsınız ki, çağırdın, ay dedin ki, belə çağırım onu ki, belə reytinq yığım. Vallahi biz reklama görə və reytinqə görə heç nə eləmirik. Yəni eləsəydik çoxdan eləyərdik. Yəni bizim ona ehtiyacımız yoxdur. Tənqidlərə cavabladıq. İndi isə qısa müzakirələrimiz olacaq. Mehri, səncə tənqid və təhqiri ayırt edə bilməyən insanlar barədə nə düşünürsən? Nə düşünürəm? Həqiqətən bunun haqqında düşünməmişəm. Nəyə var deyim? Bugün o gün. Bugün olar. Əslində tamamilə ayrı-ayrı. Bizimkilər elə bilirlər eynidir. Bəzi qıt düşüncə insanlar. Elə bilirlər eynidir, amma həqiqətən də eyni deyil. Siz burada məsəl üçün siz bizə pis rəy yazırsınız və ya pis nəsə deyirsiniz ha. Yəni siz elə bilirsiniz ki, hə biz bunları oxuyanda və ya məsəl üçün də bundan düzdür, bəzən pis oluruq. Təbii ki də pis oluruq. Çünki hamımız insanıq. Vallahi yəni daş deyilik, burada biz daş deyilik. Yəni əmin olun ki, daş deyilik. Yəni bizim də hisslərimiz var, biz də insanıq. Yəni bizim də duyğularımız var. Yəni zaten siz pis rəy yazırsınız, siz qayıdıb deyəcəksiniz ki, hə mən baxırlar. Vallahi baxırıq, həqiqətən mənim pisimə gəlir və biz onu müzakirə edirik. Bəziləri gülürük. Amma şeylə bilsin hansıları gülürük. Sözləri düzgün ifadə eləməyəndə və ya hansı sözləri düzgün yazılışına əsasən də çox gülürəm ki, düzgün yaza bilmirsən, gəlib mənə şərh bildirirsən. Və təhqir eləyənlər və tənqid eləyənlər dedində təhqir eləyirlər ha. Elə bilirlər ki, siz onu eləməklə biz geri çəkiləcəyik, da məsəl üçün layihəni bağlayacağıq. Daha bağlamayacağıq əsla. Yəni belə bir şey olmayacaq. Siz onu deyirsiniz ha, siz sadəcə bizim gözümüzdə həmişə pis insan olaraq qalacaqsınız. Ki pis insandır. Zaten qayıdıb deyəcəksiniz ki, əşim deyir də. Onsa zaten mən onsa pis insan olsam da belə. Məsəl üçün mən çoxsu fake hesabdır. Mən bunları çox yaxşı bilirəm. Fake hesablar. Cəsarətləri yoxdur ümumiyyətlə özümüzə deməyə. Gəl mənə şəxsdə yaz ki, məsəl üçün də Ay Mehri və ya məsəl üçün Rəna ki, məsəl üçün də budur. Amma sən mənim üzümə qayıdıb deyə bilmirsən onu. Götürüb fake hesabla götürüb açırsan mənə. Məsələn, təhqir etsə və ya tənqid edirsən. Bir şey bildirmək istəyir. Məsələn, tənqid edə bilər. Bu normaldır. Məsələn, məsləhət verə bilər ki, burada bu kəlmənin istifadəsi daha düzgün və yaxud hansı məsləhəti icralar versə, zaten biz sizi dinləyəcəyik. Təbii ki də. Amma təhqir eləmək və həqiqətən mənasız rəyləri bildirməyin əlvizə içinə keçməyinə bizim əlimizə keçinə sizin əlvizə. Biz yenə də işimizi davam edirik. Məsələn, siz deyəlim ki də hər hansı bir insan görür kimsə qabağa gedir. Elə insanlar həqiqətən var ki, başlayırlar əsəbləşməyə və yaxud da qıcıqlanırlar. Yəni elə olmaqdansa, ondansa ya dəstəklə, ya dəstəklənmirsən, sadəcə kənara çəkil, onu bir stimul kimi özünə gör, başla sən də o işlə məşğul olmağa. Məsəl üçün də biri qabağa gedir və ya hansısa bir nəyisə uğruna nail olur da, onu bizim 60% insanlar deyirlər ki, qoy gedim onun ayağından vurum ki, hə qoy o qabağa getmə. Daha da deməkdənsə ki, onu zaten ayağını vurdun, sonra başqası həmin işi görəcək. Yəni ona görə nə qədər insan ayağını vurasan. Hamısı bir var yaxın. Mən məsələn buna şahid olmuşam həqiqətən də. Yəni ətrafımızda bir çox insanlar kimsə nəyisə nail olur ha, qayıdıb deməz. Bir dəfə də görmədim ki, qayıdıb desin ki, uğurların bol olsun. Yəni yaxşı ki, məsələn biz bu layihəni açanda şəxsən mən öz adıma az insan bizi xeyirli olsun deyərəm ki, mənim ətrafımda barmağınla sayılacaq qədər insanların ən çox da bir Rəna sonra bir rəfiqam var. O qayıdıb mənə dedi ki, səni orada görmək mənə o qədər qürurlandım. Sən səsli mesajını mənə göndərmişdin. Və onu paylaşmışdım. İçdən bunu demişdi xanım. O qayıdıb orada dedi ki, o qədər mənə xoş oldu ki, öz rəfiqəmi burada görmək və onun hansısa bir verişdə uğuruna şahid olmaq və onu deyir ki, o qədər sevinmişdim ki, həqiqətən də biz yenə deyirəm dostluğun bura bir aidiyyəti yoxdur, bunu da deyəcəm. Belə dediyim ki, dostluqlarda
hər dəqiqə, hər saat danışmaqla deyil və biz vaxtımızı, onun da vaxtı yoxdur, mənim də vaxtım yoxdur təbii ki də, amma özümüzə vaxt ayırırıq və belə deyim də bizim yanımızda nəyə gətirib çıxartmaq istəyirdim? Yanımızda hər dəqiqə, məsəl üçün hər saat mı deyim, olmayan insanlar olur və belə deyim də hər şeyimizin şahidi olan insanlar da var. Onlar məsəl üçün heç biri qayıdıb demədilər ki, hə məsəl üçün əla, nə yaxşı, uğurların bol olsun, nəyisə kömək lazımdırmı? Kömək edə bilərəm. Bir şəxsən sözü heç kimə eşitmədim. Hə, ancaq qayıdıb deyirlər, niyə yaratmısın bu işi? Bekarsan. Bu sözü eşitmişəm. Ümumiyyətlə pul gəlir sizə burdan. Əsas sual. Ən çox da deyirəm sən nədir? Deyir ki, burada sizə pul gəlirlər. Nə qədər pul qazansınız orada? Zaten hansı işi başlayanı birdən-birə milyonlar, milyardlar gəlmir də. Yəni zaten nədənsə başlamalısan ki, müəyyən vaxtdan sonra artıq əldə bir gəlir əldə edəsən. Əgər hər şey sırf pul gözdən baxsa, əmin olun ki, siz heç nə əldə etməyəcəksiniz. Yəni səncə insanlar özlərini elə bilməyəcəklər bir şeylərə görə kimsə elədiyin görür ki, o həmin insan eləyib və onu görəndə qısqanırlar və mənfi rəylər bildirirlər də. Səncə bunun altında başqa bir şey yatır, yoxsa qısqandıqlarından və əsəbləşdiklərindən eləyirlər? Çox gözəl bir sualdır. İlk öncə bizə hər bir izləyici, hansı ki bizə yazırsa, ilk növbədə öz mədəniyyətini və səviyyəsini göstərir. İkincisi də ki, əlbəttə ki, özləri uğuru əldə edə bilmədikləri üçün əsəbləşirlər, qısqanırlar və ona görə də mənfi rəy bildirirlər. Amma mən bunu vurğulamaq istəyirəm ki, əgər bəyənmirsinizsə, izləməyin. Və yaxud da ki, siz məsələn hansısa eyni peşədən getmək istəyirsinizsə, sizə zaten dəstək olacaqlar. Yəni kiməsə mənfi rəy bildirməklə, nə sizin əlinizə keçir, nə bizim əlimiz nəsə keçir, nə siz qabağa gedirsiniz. Mənfi rəy yazmaq yəni əksinə həmin insana ilhamlanın, özünüz də başlayın bir iş görməyə. Əmin olun ki, mənfi rəy yazanda yəni biz işimizi dayandırmayacağıq, nə də bizə pis olmayacaq, nə də ki ağlamayacaq ona görə. Sadəcə işimizə davam edirik. Amma yəni yenə də hər kəs öz səviyyəsini göstərir. Təbii ki də. Və pis rəylərlə yazmaqla da əmin olun ki, hə, bizim də ailələrimiz var, bizim də ətrafımız var. Ondan şəxsən sizin pis rəylərinizə, məsəl üçün də ailəmizdən, məsəl üçün pis olanlar var. Düzdür, nə mənada pis olurlar? Yəni deyirlər ki, hə, niyə yazırlar? Burada ki pis bir şey yoxdur. Yəni ona görə deyirəm ki, yazmayın. Ən azından yəni belə deyim də yazırsınız ha. Zaten mən onları zaten silirəm. Ya müsbət bir rəy bilin, ya da ki ümumiyyətlə fikir bildirməyin. Tənqid edirsinizsə belə düzgün tənqid edin. Yəni ki, fikir bildirə bilərsiniz, ideyalar verə bilərsiniz, məsləhətlər verə bilərsiniz. Nəsə fikir bildirsələr, şəxsən biz onu biz əməl etmək istəyirik. Ehtiyac varsa fikirlərinizi demək istəmirsinizsə, özünüz eləmək istəyirsinizsə, şəxsən gedin özünüz eləyin. Yəni nə mənalı? Yəni ki, məsəl üçün deyirik ki, məsəl üçün bizə hansısa bir ideya haqqında fikir bildirsinlər. Ona əgər demək istəmirlərsə ki, hə, məsəl üçün mən öz niyə fikrimi o həmin adama bildirməliyəm ki, onun yerinə mən gedib elə özüm eləyirəm. Nə xoş bizə. Siz gedin eləyin, biz də görək deyək ki, ay nə gözəl. Biz də sizin sevinək. Həqiqətən həmin mənfi rəy bildirən insanlar. Siz də bir iş ortalığa çıxardın, biz də alqışlayaq deyək ki, hə, çox gözəl bir iş gördün. Amma eləmirsinizsə, ancaq boş-boş rəylər bildirirsiniz. Bəli. İndi mən sənə deyirəm də, Mehri, səncə klaviatur arxasında yazan izləyicilər, mənfi rəy yazan izləyicilər, yəni səncə cəsarəti olarmı bizim üzümüzə bunları deməyə? Əsla. Yəni tək-tük insan məncə olar. Tək-tük insandır. Yəni o da ki, retki insanlar, 1-2 nəfər ola bilər ki, hə, qayıdıb nəsə deyə bilərlər. Çox inanmıram hansısa bir qayıdıb, məsələn, bu qədər, məsələn üçün orada daha artıq da əskidən yazanlar var da, məsələn üçün də ki, onlara inanmıram nəsə desinlər, amma sadəcə altdan nəsə deyə bilərlər ki, cüzi miqdara deyə bilərlər. Amma inanmıram ki, qayıdıb o sözləri. Çünki zaten çoxsu o ürəyə sahib hesabdan yazır. Onlar o isə ürəyə sahib insan deyirlər. O necə deyim, nə deyirlər ona deyən? Cəsarətli deyirlər. Cəsarətli olarlar. O rahatçılığın insanı deyirlər ki, hə qayıdım o insana qayıdım deyim ki, hə görsən sən falan şey eləyirsən, sən bəs məkan şey eləyirsən. Ya və ya məsəl üçün sən falan kəsi niyə çağırdın? Gəl üzümə qayıtdın ki, sən niyə falan kəsi çağırmısan? Mən də sənə qayıdıb deyəcəm ki, sizin gördüyünüz kimi deyil hər şey. Düzdür. Bu qədər. İndi isə oyunumuza keçmişik, eləmişəm və ya eləməmişəm. Bunu ikimiz oynayacağıq. Də görək nə maraqlı. Düzdür, biz hər şeyimizi bilirik, amma daha maraqlı siz bilmirsiniz. Biz də sizə bölüşmək istəyirik. Bəli. Burada qəşəng suallarımız var və görək neyləmişik. Düz əslində bilirəm eləmişik, amma nəysə. Baxaq görək Mehri necə bir suallar hazırlayıb. Bəli. Burada bildiyim sənə birincisi çox maraqlıdır. Heç istəmədiyimiz bir insanı görməmək üçün yolumuzu dəyişmişik. Bəli, eləmişəm dəfələrcə. Də peşman deyiləm.
eləmişəm. Şəxsən bir-iki həftə bundan qabaq eləmişəm. Şəxsən o insanın üzünü görməməyin dərdindən yolumu dəyişmişəm və yaxşı ki eləmişəm. Görmək istəməmişəm, eləmişəm. Belə yaxşı eləmişəm. Tamam elə. Sonra evdə onda konsert vermişik. O qədər. Mən hər gün o konserti verirəm. Evdəkilər mənim əlimdən bezib. O qədər. Belə də ki, evdə televizor, notebook, hər şeyi yanı saxlayıram. Otaqdan otağa keçəndə mahnı oxuyuram. Otaqdan otağa gedəndə ən çox da o gecə saatlarda ilhamlanma gəlir də insana. Başlayır bütün qəmli mahnıları qoşulur. O ilhamlananda da evdəkilərin yatmaq olması beni mahv ediyor. Ki evdəkilər yatıb, ay Allah, mən neyim, necə eləyim? Harda konsert verirəm? Konsert verirəm, arada da balkona çıxıram. Oradakı sakit neyim də məcburiyyət qarşısında. Burada da biri var ki, heç kimisə gizli storiyasına baxıb əlimizdə like eləmişik. Olub. Eləməmişəm. Eləmirsən? Yox, eləməmişəm. Bəyəndiyim bir məşhur olub, eləmişəm, sonra da like-dən çıxartmışam. Ona gizli hesabla baxıram. Oo, görürsüz. Burada açıb sildim təkdim. Gizli hesabla baxıram. Yəni ki, tək siz fake hesabları girib baxmırsınız. Biz arada biz də eləyirik. Gizli baxıram. Narahatım. Şəxsən öz hesabımda heç birimizin səhifəsinə baxıram. Hamısını sirri pozuldu deyil. Orada bir dənə bütün sirləri açıb getdi. Biri şəhdə də yazıb deyir ki, bütün sirləri pozdum. Mən də bütün sirləri pozuram. Şəxsən fake hesabla baxıram çoxumuza. Belə də kəsdə çox da vecimə deyilsiniz, nə yalan deyim. Lazım olanda fake hesabla baxıram. Yəni əmin olun. Kiməsə heç kiməsə çox məşğulam deyib serial izləmişik. Olub. Çox da vacib olmadı bir insana eləmişəm. Eləməmişəm. Eləməsəm ümumiyyətlə olmuyor. Vəbşə telefonu açmamışam. Yəni sonra danışmışam da, deyən ki, daha vacib işlər var. Səninlə indi danışa bilmərəm. Seriala baxmamışam. Amma işim olub ki demişəm. Amma bəzən keyfim olmayanda nə yalan deyim. Məsələn, Mehri yaxın, məsələn, keyfim yoxdursa, hər şeyi söndürürəm. Deyirəm mənə yalnız zəng kanalına saxlaya basır telefonu. Telefon mənimlə 5 metr rahatsız moduna qoyuram telefonumu ki, heç kim mənə zəng eləməsin. WhatsApp-ımı da söndürürəm, deyirəm. Bezmişəm hamısı. Hər şeyi bağlayıram. Bir dənə ən çox nəsə lazım olur Rəyanaya girib yazıram və salam. Yəni söhbətlərimdə də bir mamamdır, bir Rəyanadır, qardaşımdır. Başqa heç kim yoxdur. Hamımız atmışam arxivə. Hamımız arxivdəsiz. İldən bilində yəni. Bax indi burada hamı mən 100% gebəyəcək. Sən açdın. Yox, hamı qayıdıb deyəcək ki, bugündən sonra sən görərsən biz sən yazırıq və biz də sən atacağıq arxivə. Hayda. Heç eləmişik ki, kimsə adı yadımıza düşməyib, ona canım demişik. Canım deməmişəm, amma xanım və yaxud bəy olaraq kitab eləmişəm. Olub məndə. Canım deməmişəm, eləməmişəm. Canım ərkizdə olmaz. Canım eləməmişəm nə mənadır? Bunu açıqlığını gətirim. Deyəcəksiniz ki, bəs adı yadımdan çıxsa belə və ya xanım və ya bəy demişəm. Yəni deməmişəm ay canım ya və ya sizim, nəsə belə bir söz deməmişəm. Sözü demişəm ki, və ya xanım və ya bəy normal olaraq da. Yəni onda bilərik hər birimiz. Canım deməmişəm. Hər bir şey. Ona qalsa mənim də bəzən bilirsən ki, istəmədiyim insanların adları heç vaxt yadımda qalmır. 100 dəfə də adam soruşur. Çox özəl bir xüsusiyyəti var. Bir insanın gözü götürmür, heç bəyənmirsə belə, yəni adını xatırlamır. Yəni kimdir? Nədir yadımdan çıxır. İnan Allah yadımdan çıxır. Mənim beynim niyə belə algılıyır bu şeyləri? Əslində məndə də belə bir xüsusiyyət var ki, məsələn, adını məcbur da olsa yadda saxlayıram, amma həyatımla bağlı heç məlumat istəmirəm beynimdə qalsın. Bilirəm ki, bu mənim üçün bir lazımsız məlumat axınıdır. Həm də ki, vaxt itkisidir. Niyə o insanla bağlı məlumat olmalıdır beynimdə? O gün bir tanışımızı görmədim, qayıdıb sən 100 dəfə dedim, ay Rəna, bunun adı nə idi? Mənim yadımdan çıxdı deyə. Bu yaxınlarda belə bir hadisə də olmuşdu ki, Rənaya deyirəm ki, Rəna, bunun adı yadımdan çıxıb. Bunun adı nə idi ki? Yadıma gəlib bildin hansı məsələləri dedim. Sonra yadımdan çıxıb ki, mən bunu görmüşəm. Bunun adı yadımdan çıxdı. Bildiyimiz adı yadımdan çıxmışdı da, yəni ki. Yəni sevmir. Amma da əgər olsanız ki, biz o həmin adamı da çox da görmürük yaxı, ona görə yadımdan. O da ola bilər. Heç də ola bilər, amma xoşum da gəlmir ona görə. Əmin ol ki, xoşum gəlmir sənə. Xoşum gəlmir. Sən bizi izləyirsən, yəni bir kim verir sənə xoşu gəlmir. Allah ki, burada yazıb ki, kiminsə səhifəsinə tam 2018-ə qədər tam aşağı kimi düşmüşük. Əvvəlki vaxtlarımda eləyirdim həqiqətən də. Eləmişəm. O da ki, bəyəndiyim ifaçı olsun, aktyor, oyuncu da belə deyə olsun. Yəni baxmışam, sonra da görmüşəm ki, saat artıq
3-dür, 4-dür yatmaq lazımdır. O axudun sahibi deyiləm. Nə yəni? Əvvəl eləyirdim sahibi həqiqətən. deyiləm. Həqiqi o axudun sahibi deyiləm. Maraqlı gəlirdi də mənə ki, bu insan fəaliyyəti, yəni daha Əvvəl nə işlərə məşğul Bəli, olub. bəli. Onu biz kimi eləyərəm. Həyatımda kimsə, indi hal-hazırda kimsə subay tamamilə başqa bir şeydir. Amma həyatımızda hansısa bir bəy olsa, ona girib baxaram. Amma O heç yoxsa, də. ona girib baxaram. O Çünki biz xırdalığına şübhəçi kimi baxar, insanlar, həmişə şübhəçi. hər şey araşdırmağı Bəzi sevirik. vaxtlardır ki, şübhələrimiz həmişə doğru çıxır da. Neyse, bu Həmişə tamamilə kimi. başqa bir mövzu. Neyse, Kahrolsun. tamamilə başqa bir mövzudur. Bir dəfə də bizim, yəni şübhəmiz yanılsın da, amma harda? Bir dəfə də yanılım da. Elə çox istəyirəm ki, yanılım bu həyatda. Mən də çox istəyirəm Amma bəzən mənə deyirlər ki, Mehri, elə şey olur. İnsan niyə deməlidir ki, bir şeydə yanım? bir şeydən şübhələnirsənsə, demək ki, o içində həqiqətən bir şey var, həqiqət var da. Bəli. Bu mənə yorur axı. Yorur bəzən insanı həqiqətən yorur. Eləməmişəm bu oyunumuz bitdi. Bizə daha çox görmək istəyirsinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Və son olaraq da layihəmizin rəhbəri və prodüseri Fəqan bəy Dadaşova dərin təşəkkürümüzü bildiririk. Sağ olun. Sağ olun.